Faktlar Dünyası kanalına xoş gəlmisiniz. Bugün sizə dünyanın ən zəngin və ən uğurlu 10 gəncindən danışacağam. Hamımız bilirik ki, zəngin olmaq çoxlarının arzusudur. Amma bəziləri var ki, hələ də çox gənc yaşlarında milyarder olublar. Bəs dünyanın ən zəngin gəncləri kimlərdir və sərvətləri necə qazanıblar? Buyurun, keçək siyahıya. Clemente Del Vecchio İtalyan iş adamıdır və sadəcə 19 yaşında olmasına baxmayaraq milyarderlər siyahısında yer alır. O, atası Leonardo Del Vecchio'dan böyük miras alıb. Leonardo dünyaca məşhur gözlük brendi olan Lacoste-ın qurucusu idi. Clemente hal-hazırda 4 milyard dollara yaxın sərvətə sahibdir. Livia Void Braziliyadandır. 20 yaşlı Livia nəhəng elektrik avadanlıqları şirkəti olan VEG-də pay sahibidir. Şirkət ailəsinə məxsusdur və Livia atasından və babasından miras olaraq böyük sərvət əldə edib. Aleksandra Andresen 3-cü sırada qərarlaşır. Aleksandra Andresen Norveçdən gəlir və 27 yaşındadır. O, atasının maliyyə şirkəti olan Ferdasda böyük paya sahibdir. Forbes onu 19 yaşında ilk dəfə milyarder elan etmişdi. Hal-hazırda 1,5 milyard dollar sərvəti var. Aleksandra'nın bacısı Katarina da Norveçdəndir və 28 yaşındadır. Onun da Ferdas şirkətində böyük payı var. O da bacısı kimi gənc yaşda milyarder olub. Kevin David Lehman Almaniyadandır. 21 yaşlı Kevin Almaniyanın məşhur aptek şəbkəsi DM-dən böyük pay alıb. Hazırda sərvəti 2 milyard dollardan çoxdur. Maraqlısı odur ki, o biznesi birbaşa qarışmır, amma pay sahibliyindən qazanc əldə edir. Ryan Breslov Amerika Birləşmiş Ştatlarındandır və 30 yaş yaxın olsa da hələ də gənclər siyahısındadır. O, Bolt adlı ödəniş texnologiyası ilə Amazon kimi nəhənglərlə alternativ ödəniş sistemləri təqdim edib və milyarder olub. Andy Funk doğruda şirkətinin qurucularından biridir. Yemək çatdırılma xidmətləri sahəsində böyük uğur qazanıb. Hal-hazırda sərvəti 1,1 milyard dollardır. Stanley Tang da DoorDash qurucularındandır. Andy Fung ilə birlikdə işləyib və bu şirkətin böyük uğurunda rol alıb. İkisi birlikdə Amerikanın ən gənc zənginlərindən sayılırlar. Gustav Norveçdən gəlir və balıqçılıq biznesi ilə olan Salmar şirkətində böyük pay sahibidir. O həm də modellik edir. Yəni, sərvəti təkcə ailəsindən gəlmir, özü də biznesdə aktivdir. Təxminən 3 milyard dollar sərvəti var. Wang Zelong Çindən gəlir və kimya sənayesində böyük sərvət qazanıb. 20 yaşlarında olmasına baxmayaraq milyarderlər siyahısında yer alıb. Xüsusilə titan dioksid istehsalında payı var. Bax belə dostlar, görürsünüzmü? Bəzi insanlar çox gənc yaşlarında milyonlarla, hətta milyardlarla sərvətə sahib olurlar. Kimisi ailəsindən miras alıb, kimisi öz əziyyəti ilə qazanıb. Və sizcə, zəngin olmaq üçün şans lazımdır, yoxsa zəhmət? Fikirlərinizi şərhlərdə gözləyirəm. Kanala abunə olmağı və bildirimləri açmağı unutmayın. Sağ olun, salamat qalın.